Güneş çıxır, səhər açılır, Bakı yavaş-yavaş oyanır. Minlərlə insan evindən ayrılır, avtomobilinə əyləşib yola düşür. Hər kəsin tələsdiyi bir ünvan var. Bakımıza hər gün dayanmadan yeni avtomobillər gətirilir. Bununla da yolların yükü hər gün biraz daha artır. Nəticədə isə tıxac yaranır. Qəza yoxdur, yol bağlı deyil. Sadəcə hər şey dayanıb. Tıxacda qalan hər kəsi bir sual maraqlandırır. Niyə? Bir nəfərin ani əyləcə basması, gözlənilmədən zolaq dəyişməsi bütün yola dalğa kimi yayılır. Buna fantom tıxac deyilir. Səbəbi bilinməsə də təsiri ağır olur. Zolağını dəyişənlər, hamıdan çox özünün tələsdiyini düşünənlər və bir addım öndə olmaq istəyənlərə görə hər kəs gecikir. Bir də yolda baş verən hər şeylə maraqlananlar var. Sanki qəzanı seyr edir, film izləyirmiş kimi baxırlar. Yol ayrıcının dolu olmasına baxmayaraq daxil oluruq. Nə baş verir? Kəsişmələr kilidlənir, axın dayanır. Qanunsuz parklanma, ikinci sırada maşın saxlamaq. Bunlara artıq o qədər öyrəşmişik ki, bizə qeyri-adi gəlmir belə. Bizə normal görünən bu qanun pozuntusu bir küçənin axınını saatlarla saxlaya bilir. Yolların genişləndirilməsi ilə tıxacın yox olacağını düşünmək özümüzü aldatmaqdır. Çünki daha çox yol, daha çox zolaq, daha çox avtomobil deməkdir. Yolun bir hissəsi geniş olsa da, daralan yerlər axını boğur və nəticədə tıxac qaçılmaz olur. Buna butulka effekti deyilir. Tıxac yalnız avtomobil çoxluğunun nəticəsi deyil. Yolda olan hər kəsi yox, yalnız özümüzü düşündükcə tıxac bizim daimi qonağımız olacaq. Onsuz da hamı belə edir. Deməməli, özümüzü dəyişməliyik. Böyük dəyişikliklər kiçik addımlarla başlayır. Bugün dəyiş ki, sabah başqalarına nümunə ola biləsən. Və bəlkə də sən şəhərin ritmini dəyişəcək qəhrəmanlardan biri olacaqsan.